Salam dəyərli izləyicilər, bugün sizlər üçün 24 may 3-cü qrup B variantı testinin izahını verəcəm. Birinci testdə deyilir ki, 7-ci əsrin 40-cı illərindən fərqli olaraq, diqqətli olun, 50-ci illəri Albaniya tarixinə aid olan hadisəni tapın. İndi variantların hamısına bir-bir baxaq. A-da deyir ki, Xəzər xaqanlığı ilə müqavilə imzalanması, Xəzərlərlə Albaniyanın müharibəsi 662, 64, 65-də də müqavilədir. Bu olmaz. A variantı səhvdir. Sonra xilafətə verilən vergilərin 1/3 qədər azaldılması, bu Cavanşirin gedib xəlifə ilə görüşməsi, yəni neçənci ildədir? 667-də gedib görüşür, 670-də isə vergilər 1/3 qədər azaldıldı. Bu da olmaz. Sonra C variantına baxaq. Daxili müstəqilliyin ləğv olunması, Albaniyanın daxili müstəqilliyi 705-də ərəblər, Əməvilər tərəfindən varlığına son qoyulur. Müstəqilliyə son qoyulur. Sonra D variantı Bizans imperatorluğu ilə ittifaqın olması, bəli, sualın cavabı elə budur. 654-cü ildə Bizansla ittifaq yaradır ərəblərə qarşı. İkinci testə baxaq. 32-də deyir ki, Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi. Bu da çətin sual deyil. Ümumiyyətlə Pompeyin biz yürüşlərini 66-65 bilirik. Albaniya yürüş eləyir. Məqsəd də nədir? Hindistanla Qara dəniz arasındakı ticarət yolunu tutmaq. Bəli, sualın cavabı bu düzdür. Kim yazıbsa düz yazıb. Sonra 33-cü suala baxaq. 33-də deyir ki, NATO-ya üzv olması, Konstitusiyanın qəbul olunması, Avropa İqtisadi Birliyinin yaranmağında iştirak eləməsi, yəni verilən hər üçünə aid olan dövlətlərin deyir, tapında belə deyək, 2-ci Dünya müharibəsindən sonraki tarixini ümumi cəhəti. Bunlar hansı dövlətlərdir? Bunlar olacaq Fransa və Almaniya Federativ Respublikası. Bunu bildik. Sonra keçək digər testə. Digər testdə deyilir ki, hadisələrdən hansının yerini dəyişdikdə düzgün ardıcıllıq olacaq. Bir də deyir ki, Seyid Cəfər Pişəvərinin başçılığı altında milli hökumətin yaranması, Xiyabaninin başçılığı ilə milli hökumətin yaranması, dünyada ilk dəfə Azərbaycanın açıq dənizə neftin çıxarılması və Konstitusiyada dövlət dilinin Azərbaycan dilinin olması haqqında qərar. İndi hamısını bir-bir vaxtlarını yazaq. Birinci olacaq 1945-ci ilin dekabrındadır milli hökumət. Ta ki 46-cı ilin dekabrına qədər. Sonra 2-də Xiyabaninin başçılığı altında milli hökumət 1920-ci ilin iyunundadır. Sonra ilk dəfə açıq dənizdə neftin çıxarılması nə vaxtdır? 1949-dadır. Sonra keçirik digərinə. Konstitusiya düzəlişinin, ya daha doğrusu əlavənin olması, bu da 1956-dadır. İndi bizdən nə istəyir? Bizdə hansının yerini dəyişsə? Təbii ki, 1 və 2-nin yerini burada dəyişməliyik. Yəni, bunu kim yazıbsa, bu da düzdür. Sonra keçirik digər testdə. Bu test türk xalqları ilə bağlı olan bir sualdır. Sualda deyilir ki, daha doğrusu Xəzər xaqanlığına fərqli olaraq Uyğura aid olanı tapırıq. Diqqətli olun və Qaraxanlıya aid olanı deyir tapın. İndi baxaq variantlara bir-bir. A-da deyir ki, 7-ci əsrdə meydana gəlməsi. Bu səhvdir. Çünki Uyğur xaqanlığı 744, yəni 8-ci əsr. Ta ki 842-yə qədər bunlar hakimiyyətdə olub. Deməli, A variantını variantlardan çıxırıq. 2 variantımız getdi, yəni bu da böyükdür. Yəni 2 variant avtomatik getdi. Sonra Sasani dövlətinə qarşı mübarizə aparması, Uyğurlarla Sasanilərin mübarizəsini keçdiyimi? Xeyr, keçməmişik. Deməli, bu da səhvdir. B variantda getdi. Avtomatik cavabımız çıxdı. Y variantı, amma Qaraxanlara baxaq təsdiqləmək üçün. A-da deyir ki, Ərəb xilafəti ilə mübarizənin aparması. Bu, amma bizə şərtdə deyir ki, Xəzər xaqanlığına fərqli olaraq. Biz bilirik ki, Xəzər xaqanlığı da ərəblərlə mübarizə aparıb. Yəni, biz ona görə A-nı götürə bilmərik. 643, 53, 31, 731, 37 və s. Ona görə A səhvdir. 11-ci əsrdə 2 hissəyə parçalandı. Bəli, 11-ci əsrin ilə 40-cı illərində Qaraxanlılar parçalanır. Sonra C-də Göytürk xaqanlığının parçalanmağı nəticəsində yaranıb. Yəni, bu da səhvdir. Sualın cavabı Y-dir. Bunu tapdıq. İndi keçək digər testə. Digər testimiz Azərbaycan xilafət dövrünə aiddir. Burada xilafət dövrünün vergilərdən bəhs olunur hansılardır? Baxaq indi. D variantı olmaz. Divan, mülk, düzdür. Bu ərəblərdədir, amma vergi deyil də, torpaq formasıdır. A olmaz. Sasanilərdədir. Xaraq, məhsul vergisi, gezet can vergisi. Sonra iqta, vəqf, düzdür. Ərəblərdədir, amma torpaq formasıdır. Sualın cavabı xərac və cizyədir. Keçək digər testə. 37-ci testə. 37-ci testə diqqətli olun. Deyir ki, 19-cu əsrin ikinci yarısı Şimali Qafqaz və Mərkəzi Asiya tarixləri üçün oxşar cəhət. Variantlara baxmadan sizcə nə ola bilər? Rusiya tərəfinə işğal. Çünki 1864
və 1895-ci ildə 64-də Şimali Qafqaz, 95-ci ildə Mərkəzi Asiya Rusiya tərəfindən işğal olundu. Burada bildik. Keçək digər testə. Bu testdə Birinci Dünya müharibəsi dövrü Azərbaycanla bağlı bir sualdır. Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Hüseyin xan Naxçıvanskiyə aid olanları buradan biz tapmalıyıq. Diqqətli olaq. Yaxşı, bir baxaq aya. Ada deyək ki, Rusiya çarının, yəni 2-ci Nikolayın yeganə müsəlman yavəri. Bu kimdir? Hüseyin xan Naxçıvanski. Bəli, 3-ə A. Bu kim yazıbsa düz yazıb. Birinci Dünya müharibəsində Rus ordusuna xidmət etmişdi. Bunların hər üçü, 3 şəxsiyyətdə müharibədə iştirak ediblər. Sonra C-də Rusiya paytaxtının toplarla müdafiəsi, yəni Peterburqun toplarla müdafiəsi Əliağa Şıxlinskidir. Sonra ilk Azərbaycanlı hərbi təyyarəçi Fərrux Qayıbovdur. Onun adı yoxdur burada. Sonra bir də müqəddəs Georgi silahı, bu da Səməd bəy Mehmandarovdur. Deməli, sualımızın cavabı D variantıdır. Keçək digər testə. Testdə deyilir ki, 13-cü əsrin 30-cu illərinin sonu, 50-ci illəri ortalar Azərbaycan tarixi. Bu sizə nəyi xatırladır? Ali Monqol, bir dəqiqə. 1239-1256-cı il Ali Monqol xaqanlığı dövrünü. Elə sualımızın cavabı Y variantıdır. Keçək. 40-cı sual. 40-cı sual xəritə sualdır. Diqqətli olun. Burada 1, 2, 3, 4, 5 rəqəmli ərazilər var. İndi baxaq. 4-də deyir ki, Bizans imperiyasının paytaxtı olmuşdu. 4, bu düzdür, səhv yoxdur. Sonra B variantına baxaq. 3 haradır? Tapdıq. Bizans imperiyası üzərində qələbə nəticəsində Ərəb ordusu tərəfindən fəth olundu. Bu Misirdir, bəli, Rəşidi xəlifələr tərəfindən tutuldu. Sonra C-yə baxaq, D-yə, Y-yə. C bir dəqiqə qalsın, o birlərə baxaq. D-də deyir ki, bir harada İspaniya. 8-ci əsrin əvvəlində ərəb qoşunlar tərəfindən tutuldu. Bəli, ərəblər buranı tutur, Kordova xilafətini yaradılar. Bu düzdür. Sonra 5-ə baxaq. Bizans imperatoru Justinian tərəfindən Bizans imperatoru Justinian tərəfindən işğal edilmişdi. 5 haradır? Bəli, Afrikanın şimalıdır. Burada Afrikanın şimalında bəli, bu düzdür. Yəni vandalları məğlub edir. 5 düzdür. İndi keçək C-yə. Sualımızın cavabı C-dir. C niyə görə? C-də deyir ki, Frank hökmdarı Xlodvig tərəfindən işğal olundu. Burada yazıb İtaliya. İtaliya yox, Qalliyanı işğal edir. Bu yəni səhvdir. Deməli, sualımızın cavabı oldu 40-da C variantı. Keçək indi 41-ə. 41 nədir? 41-də deyir ki, 41-də 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibəsinə aid olmayan. Diqqətli olun, bəzən aid deyil və siz aiddir kimi düşünürsünüz. Diqqətli olun. Birinci A-da deyir Abbasın Təbrizi azad etməsi. Bəli, 1603-cü ildən etibarən Abbas Səfəvilərə qarşı mübarizə aparır və qalib gələcək. Təbrizi tutur. Təbrizin tutulması ilə də cənuba yol açılır. Bu düzdür. Səhv yoxdur. Sufyan döyüşündə deyir Səfəvilərin qalib gəlməsi. Bəli, bu da düzdür. Hara yazın bura? 1605-ci ildə 2-ci Sufyanda qalib gəlir. Sonra Y-də deyir ki, Qəsr-i-Şirin müqaviləsi. Bu 1639-dadır. Bu da düzdür. 17-ci əsrdir, müharibədir. D-də Osmanlı Krım hərbi qüvvələri məğlub olması, məsələn 1618-dir, kiçik, daha doğrusu sınıq körpüdür. Mərədlə tamamlanır. Sualın cavabı C-dir. Niyə? Bu bizdən soruşur ki, Səfəvi Osmanlı müharibələrinə aid deyil. C-də də yazıb ki, Səfəvilərin Hörmüzü azad etməsi. Bu Hörmüzü Portuqallardan azad edir. 1622-dədir. İsmailin dövründə itirilmişdi Hörmüz Portuqallar tərəfindən və Abbas da onu İngilislərlə müqavilə imzalayır 1621-də, 22-də də Portuqallardan geri alır. Bunu bildik. Yəni sualın cavabı C-dir. 42-yə baxaq. 42-də Azərbaycan Xalq Cümhuriyyətinə aid olan hadisə və nəticə əlaqələrini düzgün tapın. Bunu deyir. İndi 1-ə baxaq. 1-də deyir ki, müəssislər məclisinə seçkilər haqqında əsasnamənin qəbul olunması. Sonra nəticəsini yazıb ki, Azərbaycan parlament fəaliyyətə başladı. Parlamentin yaradılması haqqında düz edin də qərar verilir 1919-cu ilin noyabrında. Amma parlament fəaliyyətə başlayır 1919-un dekabrın 7-sində. Bizdə də soldan soruşur ki, müəssislər məclisinə seçkilər haqqında əsasnamənin qəbul olunması. Müəssislər məclisinə seçkilərin keçirilməsi haqqında qərar 1919-dadır. Amma onu qeyd edeyim ki, bu həyata keçmir. AXC-nin həyata keçməyən tədbirlərindən biri də, yəni müəssislər məclisinə seçkilərin keçirilməsi. Bir səhvdir, biri çıxdı. Sonra 2-də Bakının
işğaldan azad olması. Bakı azad olunur 1918. Hansı ayda, gündə? Sentyabrda. Sentyabrın, hara yazın bu sentyabrın? 15-də və 17-də də Bakıya köçürülür də mərkəz. Və 2-yə yazıb ki, Milli Şura fəaliyyətini dayandırdı. Milli Şura fəaliyyətini 1918-də dayandırır və 18-ci il iyun böhranında fəaliyyətini dayandırır. Ondan sonra da 1918-in noyabrında yenidən fəaliyyətə başlayır. Deməli 2 də səhvdir. 1-lə 2-ni çıxdı, 2-ni də çıxdı. Cavab 3-4-dür. Baxaq. Mudros müqaviləsi imzalanır, yəni 1918-in oktyabrın sonu, noyabrın əvvəl deyək də. Və yazıb nəticəsinə ki, Osmanlı hərbi qüvvələri Naxçıvanı tərk edir. Və bununla tərk edir, bəli, bu da düzdür. Sonra 4-də Əsgəran yaxınlığında döyüşün baş verməsi, milli ordu hissələri erməni dəstələrini məğlub etməsi. Bəli, bu da düzdür. Səhv yoxdur. Sualın cavabı 3-4 C variantı. Keçək digər testdə. 43-cü suala. 43-cü sualda deyilir ki, 19-cu əsrin 50-ci illəri Şimali Azərbaycan tarix üçün səciyyəvidir. A variantı təhkimçilik hüququnun ləğv olunması. Bizdə təhkimçilik olmayıb. Sonra D variantı kəndlilərin feodal asılından azad olması. Bu 1870-ci il qərarıdır. Sonra C variantı kəndlilərin vergi və mükəlləfiyyətlərin ləğv olunması. Bu da olmaz. Niyə? Çünki kəndli vergi mükəlləfiyyəti ödəməsə və dövlətə kim vergi verəcək? Bu səhvdir. Sonra hər bir kəndliyə 5 desiatin torpaq. Bu 1847 və 1870-ci il qərarıdır. Bu da getdi. Sualın cavabı B-dir. Dövlət kəndlilərinin köçmə hüququnun ləğv olması 1853-cü ildədir bu. Bunu bildim. Sonra keçək 44-də. 44-də deyir ki, 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvidir. Nə ola bilər? Yəqin ki, Səfəvilərlə müharibət. Baxaq. A-ya baxaq, elə ad desin cavab sualım. Səfəvi dövlətlə yeni müharibə. Bu 1578-dədir. Əhməd Xudabəndən dövrü 1590-da da 1-ci İsmailin dövründə də İstanbul sülhü imzalanır. Bu düzdür. 45-ə baxaq. 45-də deyir ki, 2-ci Qarabağ, yəni Vətən müharibəsi dövrünə aid olan olmayan hadisəni daha doğrusu deyir, tapın, baxaq. A-da deyir ki, Hadrut qəsəbəsinin azad olunması, yəni azad olunması ilə Şuşaya hücum üçün əlverişli şərait yarandı. Bu da oktyabrdadır. Oktyabrın 9-da azad olunur. Bu düzdür, səhv yoxdur. Sonra Qarabağın mücrüsü adlanan plan nəticəsində ordumuzun canlı qüvvə itkisi minimuma indirildi. Bu da düzdür. Aldadıcı taktika ilə, deməli, elə Qarabağ mücrüsü nəzərdə tutur. Aldadıcı taktika ilə Ermənistanın hava hücumundan müdafiə sistemi məhv edilir. Bəli, bu da düzdür. Sonra bir də Y-yə də baxaq. Azərbaycan istehsal olan pilotsuz uçuş aparatları uğurla istifadəyə verilir. Bəli, düzdür. Sualın cavabı D variantıdır. Keçək 46-cı suala. 46-cı sualda deyilir ki, 4-cü minilliyin sonu eramızdan əvvəl qədim Misirdə vahid dövlət yarandı. Bilirik ki, Misirdə nomlar var idi. Nomlar arasında vahid dövlət yaratma uğrunda mübarizə gedirdi. İkisi qalır, yuxarı Misir, aşağı Misir və nəhayət 4-cü minilliyin sonunda yuxarı Misir, aşağı Misir üzərinə qələbə qazanır və dövlət yaradır. B niyə olmaz? B-də deyir ki, 3-cü Tumosun işğalçı yürüşləri. Sonra 2-ci Ramzesin Hitlərlə qələbəsi, bunlar 3-cü minilliyə aid olan hadisələrdir. Bu olmaz. Sonra, yəni sualın cavabını tapdıqda belə deyim. Sonra 47-ci sual xəritə ilə bağlı sualdır. Diqqətli olun. Xəritə demək olar çoxunu yaralı yerdir, amma diqqətli olun, imtahanı ilə bir neçə sualı xəritə ilə bağlıdır. Xəritədə deyir ki, ulduzla qeyd olunmuş ərazi. Bura haradır? Haradır sizdə? Bura Kəlbəcər. İndi yuxarı eləyin, biraz diqqətli baxın, bir dəqiqə. Baxaq, bir də deyir ki, ərazisində paleot dövrünə aid qədim abidə yerləşir. Bu ola bilər. Məsələn, Zar mağarasını deyə bilərik. Sonra 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Oxuyaq hamısını. Ərazisində Orta Tunc dövrünə aid Göytəpə, yaşayış yeri, şəhər tipli, daha doğrusu yaşayış yeri aşkar olmuşdu. Şəhərlər Orta Tunçdadır. 3 variantlarımızdan getdi. 2 dənə variantımız getdi. Sonra ərazisində Erkən Tunc dövrünə aid Sərkərtəpə. Sərkərtəpə hardadır? Xaçmazda Sərkərtəpə. Deməli, Erkən Tuncdur. Bu səhvdir. 4-də səhvdir. Sualın cavabı tapdıq. 1 və 5. Baxaq 5-ə. 5-də deyir ki, 2020-ci il noyabrın 25-də düşməndən azad olundu. Bəli, 1 və 5-dir sualın cavabı. Keçək digərinə. Sizcə necədir? Çətindir? Məncə yox, yazmaq olar. Yəni, asandır. Asant deyəndə, yəni, bilən üçün asantdır. Yəni, bilməyən üçün təbii ki, çətindir. Baxaq 48-ci suala. 48-də deyir ki, Qaraqoyunlu hökmdarı Qara Yusif və Səfəvi
şahı. Birinci Təhmasib aid olanları tapın. Baxaq. B variantına deyir ki, yeni dövlətin əsasının qoyulması. Təhmasib yeni dövlət yaratmayıb. Sonra Avropa dövlətləri ilə hərbi ittifaq yaratması. Sonra Osmanlı ilə sülh müqaviləsi. Qara Yusif yox. Sonra A variantına baxaq. A variantına deyir ki, Şirvanşahlar dövləti ilə sualın cavabı budur. Şirvanşahlarla mübarizə. Qara Yusif bilirik ki, İbrahimlə 1412 Kür çayı sahilində vuruşub və qalib gəlir və Təhmasib də Şirvanşahlara son qoyur. 1538-də və oranı Şirvan bəylər bəyliyi eləyir və Əlqas Mirzəni ora hakim təyin edir. Bu da sualın cavabı A-dır. Bunu tapdıq. İndi keçək 49 Azərbaycan xanlıqları ilə bağlı bir sualdır. Sualda deyilir ki, əsası Kəngəli tayfasının başçısı. Deməli biz bildik ki, burada söhbət Naxçıvan xanlığından gedir. Burada da bizdə deyir ki, mətndə haqqında yazın bura Naxçıvan. Mətndə haqqında bəhs edilən xanlıqla, yəni Naxçıvanla İrəvan xanlığının ümumi cəhəti. İrəvan, diqqətli olun. 1. Müəyyən müddət Qarabağ xanlığının asılı düşmüşdür. Bəli, elə Pənahəli xan asılılığa da salıb. Bu düzdür. Sonra Rusiya ilə Georgievs. Georgievs müqaviləsini Rusiya ilə imzalayanlar Quba Lənkərandır. İkinci variantlardan çıxırıq. 3 variantımız getdi. Keçmiş Çuxursət Bəylərbəyliyin ərazisində idi. Bəli, Naxçıvan, İrəvan düzdür. Türkmənçay müqaviləsinə əsasən Qacarların tərkibində qalıb, səhvdir. Artıq Rusiyanın tərkibinə keçir. Sonra keçək, tapdıq da burada cavab, bəli. C variantı. Keçirik 50-ci suala. 50-ci sual Atabəylər dövlətinə aid olan bir sualdır. Sualda deyilir ki, bir dəqiqə biraz böyüdüm. Sualda deyilir ki, Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil. İri Səlcuq əmirlərinin müqavimətini qırdı. Bəli, aiddir. Sonra Təbrizin Axsunqullərdən alınması aiddir. Paytaxtın Naxçıvandan Həmədana köçürülməsi 1175 aiddir. Gürcülərə qarşı mübarizə aiddir. Bilirik ki, Sultan titulunu ilk dəfə Qızıl Arslan qəbul edib. Aid olmayan ilə B variantıdır. Keçək 51-ə. Az qaldı, biraz da səbr edin, diqqətli olun. 51-də deyir ki, 51-də 19-cu əsrin 20-ci illəri Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra Çar Rusiyası ölkəmizi xammal istehsalının artılmağına çalışırdı. Yəni bildikdə Rusiyanın işğalından bəhs olunur. Burada deyir ki, verilənlər əsasən Çar Rusiyası nəyə nail olmaq istəyir? Yəni mətni özünüz videonu yandırıb oxuyun. Nəyə nail olmaq istəyir? Baxaq. Bir də deyir ki, neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almaq. Burada elə şeydən bəhs olunurmu? Yox. Sonra 2. Müstəmləkə iqtisadi siyasəti tətbiq etmək. Bəli, o mətni oxuyun, görəcəksiniz. Sonra Azərbaycanda dil sənaye çevrilişinin qarşısını almaq. Yox. Neft sahəsində iltizam sisteminin ləğv edilməsinə. Yox. İltizam 1870-də ləğv olunub. Ölkəmizi ucuz xammal bazasına çevirmək. Bəli, sualın cavabı budur. Düz yazı boyun yazan. Sonra Heydər Əliyevin birinci prezidentlik dövrü, birinci rəhbərlik yox, birinci prezidentlik dövrüdür. Bu olacaq, bir dəqiqə yaza bilmədim. 1993 və 1998-ci illəri əhatə edir. İndi variantlara baxaq. Milli valyutanın dövrəyə buraxılması, sonra strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinin azad olunması, torpaq islahatı haqqında qanun, Azərbaycan Respublikasının BMT-yə üzvü qəbul olunması. Biz buradan ən birinci diqqət yetirməli olduğumuz məqam BMT-dir. BMT-yə biz qəbul olmuşuq düzdür, amma 1992-dir. Heydər Əliyev bunu görməyib. 4 deməli səhvdir. 4 olan variantları çıxdıq. Deməli 2 variantımız qaldı. Sonra keçirik digər variantlara baxaq. Torpaq islahatında qanun olarmı? Bəli. Torpaq islahatında qanun da 1990. Nə vaxt? 6. 3 düzdür. Sualımızda hər ikisindən 3 var. İndi keçək variantların hamısına baxaq. Sonra strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi, bəli, bu da Heydər Əliyevin elə birinci prezidentliyi dövründədir. Sualın cavabı oldu 2-3. Sonra keçirik 53-cü sual. 53-cü sual nədir? Deyir ki, Rəvadilər dövlətini Şirvanşahlar dövləti ilə oxşar. Deməli, oxşarı salaylərdən fərqli cəhət. İndi baxaq bir-bir. Rəvadilər Şirvanşahın sizə oxşar cəhət nə ola bilər? Variantlara baxaq. Elə birə baxın, ərəb mənşəli olması. Bu düzdür. Ərəbdə, amma Salaridə sadəcə türkdür. Sonra 2. Böyük Səlcuq dövlətinin asıla düşməsi. Rəvadilər asıla düşüb, bəli, 1054-də Vəhsudan. Sonra Şirvanşahlar asıla düşüb, bəli, 1066 düzdür. Birinci Fəribüs, bura qədər düzdür. Amma Salarilər yox. Deməli, 1-2 var variantımızda.
Slavyanların hücumuna məruz qalması. Slavyanların hücumuna deyir məruz qalması. Salarilər də məruz qalıb ona qalsa. Yəni bu olmaz. Dəbil əmirliyin özünə tabe eləməsi. Rəvadilər dəbli tabe etməyib. 1 və 2 sualın cavabı. Keçək digərinə. 54-ə baxırıq. 54 açıq sualdır bu. Hə, bəli, bunlar açıq suallardır. İndi baxaq. Hadisə nəticə əlaqəsi doğru verilən deyir tapın. 1711-ci ildə bilirik ki, Prut çayı sahilində müqavilə imzalanır Rusiya ilə. Yazıb, hə, Rusiya və Osmanlı arasında. Nəticəsində yazıb ki, Rusiya Azov qalasını Osmanlıya qaytardı. Bəli, bu düzdür. Pyotrun dövrüdür. Hansı ki, Osmanlıda 3-cü Əhmədin dövrüdür. Pyotr əvvəlcə yəni Qara dənizi tutmuşdu. Daha doğrusu Azov qalasını tutmuşdu, amma burada məğlub olur və nəticəsində müqavilə nəticəsini geri qaytarır. 1783-cü il Parisdə Versalda sülh sazişinin imzalanması nəticəsində İngiltərə Amerikanın müstəqilini tanıdı. Burada da səhv yoxdur. Bəli, 1-2 düzdür hələ ki. Sonra Neysbi döyüşü bu vətəndaş müharibəsinin tərkibində, daha doğrusu dövründədir. 1645-dədir. Parlamentlə kral arasındadır. Nəticəsində yazıb ki, Amerikada istiqlaliyyət müharibəsi, daha doğrusu istiqlaliyyət bəyannaməsi qəbul olundu. Bu səhvdir. 1776-dır. 3 səhvdir. Sonra 4. 2-ci Yekaterin hakimiyyətə gəlməsi. Rusiya mütləqiyyət quruluşu zəiflədi. Əksinə Rusiyanın yəni yüzlü dövrüdür. 5-də nə deyir? 5-də deyir ki, 17-ci əsr 30 illik müharibə baş verdi. Nəticəsində yazıb ki, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Bəli, bu da düzdür. 1, 2, 5 sualın cavabı. Və onu da qeyd edim ki, bu 30 illik müharibə nəticəsində İspaniyadan Fransaya keçir və gələcəkdə İngiltərədə üsyanlara, Fransada da yəni üsyanlara səbəb olacaq. Bunu bildik. Sonra keçirik az qalıb testdə, biraz da səbirli olun. 55-ə keçirik. Neolit və Eneolit dövrünə aid ortaq cəhətləri tapın. Əkinçilikdə toxadan istifadə olunması. Neolitdə bəli, Eneolitdə də bəli. Yəni Eneolitdə hətta tox əkinçiliyi dövrüdür. Bəli, bunu bildik. Xış əkinçiliyi isə Erkən Tuncdan başlayır. İlkin şəhərlərin mövcud olması Orta Tunc olmaz. Saxsı qabların hazırlanması Neolitdəndir. Bəli, yəni bu düzdür. Süni suvarmanın olması bu olmaz. Niyə? Çünki Erkən Tuncdadır. Erkən Tunc. Təsərrüfatda daş alətlərdən istifadə olması bəli, bu da düzdür. 1, 3, 5 sualın cavabı. Bu yazan kimdirsə düz yazıb. Bir neçə suala baxıram ki, düz yazıb. Yaxşı, keçirik 56-ya. 56-da nə deyir bizdə? 56-da deyir ki, Şirvanşahlar dövlətinin paytaxtının Bakı şəhərinə köçülməsi 1192. Zəncəl olur. Bu da kimin dövrünə düşür? Axistan. Sonra Böyük Səlcuq dövlətinin paytaxtının Rey şəhərinə köçürülməsi Nişapurda Reyə 1043. Aha. Sonra 3-cü suala baxaq. 3-cü sualda deyilir ki, Teymurilər dövlətinin paytaxtının Herat şəhərinə köçürülməsi. Bu kimin dövrünə düşür? Teymuri Şahruxun dövrünə düşür. 1407-də. Sonra Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi, bu da 1329-da köçürüldü. İndi ardıcıllıq quranda olacaq nə? 2. İllərini yazım özünüz qurunda, belə vaxt getməsin, illərini dedim. Sonra 56-nı dedik. İndi 57-yə baxır. 57-də artıq demək olar bitirik. 3 dənə testimiz qaldı. 57-də deyilir ki, Otluqbeyli və Mərv döyüşü. Otluqbeyli 1473, Mərv 1510-dadır. İndi baxaq. Osmanlı dövləti. Otluqbeylidə bəli, Osmanlı dövləti iştirak eləyir. Deməli, A düzdür. Sonra B, Qaraqoyunlu dövləti. Qaraqoyunluya burada bir məlumat yoxdur. Səfəvi dövləti olacaq Mərv. İsmailin dövründə qalib gəlir. Deməli, A, B, C tapıldı. Sonra Ağqoyunlu dövləti olacaq onda Otluqbeylidə. Otluqbeylidədir. Deməli, bunu da tapdıq. Cəlalilər dövləti bu heç birinə aid deyil. Cəlalilər də 1340-dadır. Şeyx Həsən tərəfindən yaranıb Bağdadda. Sonra Təbriz olur paytaxt. 1410-a qədər, yəni müəyyən fasilələrlə mövcud olur. Yaxşı, tapdıq burada. A, D və C-dir. Bura Y yazan onu səhv yazıb. Diqqətli olun, yalnız C-dir. Bayaqdan o qədər təriflədim, yaxşı yazdıq. Gözüm nə ediyorsunuz? Yaxşı, indi keçirik digər testə. Testdə nədir? Bir də mətni, videonu dayandırın, mətni özünüz oxuyun. Mən də oxuyum sizdən bərabər. Eramızdan əvvəl 5-ci əsrin ikinci yarısı Yunan şəhər dövlətlərində 2 rəqib düşərgəyə bölündü. Yunan şəhər dövlətləri. Tezliklə onlar arasında müharibə başladı.
Peloponesin çoxsaylı ordusu Attikaya soxuldu və mərkəzi şəhər viran oldu. Cənubluların hücumu qarşı tərəfi bütün Attikanın yoruldum artıq danışa bilmirəm. Bütün Attika əhalisini şəhər divarların arxasına təxlisə etmək məcburiyyətinə qaldı. Ağzını kimi dolmuş şəhərdə epidemiya başladı. Periklın ölməsi vəziyyət daha da çətinləşdirdi. Müharibənin uzanması tərəflər üçün yaxşı bir şey vəd etmirdi. Mətni oxuduq, siz də oxuyun diqqətlə. Deyir ki, mətndə bəhs olunan müharibədə qalib gələn tərəf. Yəni burada Afina-Sparta müharibəsindən gedir. Afina-Sparta müharibəsi də 431 və 404-cü illəri əhatə eləyir. Və birinci də deyilir ki, 58-də burada qalib gələn dövlət. Burada Spartadır, bəli, düz yazılıb burada. Keçək 59-a. 59-da deyir ki, mənbədə bəhs olunan müharibənin başlamasının bir siyasi, bir də iqtisadi səbəbini tapın. Siyasi səbəbi nə ola bilər? İndi diqqətlə oxuyun. Burada səbəbi ola bilər ki, məsələn, Afina demokratiyası və Sparta oliqarxiyası arasında gedən bir müharibə idi. Sonra belə deyə bilərik, iqtisadi səbəbinə deyə bilərik ki, məsələn, ticarətdə üstünlük qazanmaq, bunu deyə bilərik. Həmçinin bir səbəb də deyə bilərik ki, qonşu əraziləri özünə tabe eləmək yolunda, yəni müharibə idi. Bu səbəblərini dedik. Sonra 60-cı sualda nə deyir? Haqqında bəhs olunan müharibənin mənbədə verilməyən 2 nəticəsi. Nəticəsini ümumiyyətlə deyə bilərik ki, müharibənin nəticələrindən deyim sizə. Nəticəsində Afina dəniz ittifaqı ləğv olunur. 431-404-cü ildədir. Sonra nə deyə bilərik başqa? Yunan şəhərləri artıq zəifləməyə başlayır. Və zəiflik isə təbii ki, Yunanistanda təsərrüfatın da, yəni zəifləməyinə gətirib çıxaracaq. Yəni bu kimi səbəbləri deyə bilərik, yəni mətndə olmayan. Belə, bugünkü izahımız da bu qədər. Ümid edirəm ki, sizə faydalı oldu. Videonu bəyənməyi və like etməyi də unutmayın. Sağ olun, hələlik.